Salam, hər vaxtınız xeyir olsun. Bugündən etibarən müəllimlərin işə qəbul üzrə imtahanlar başladı. Və imtahandan çıxan müdavimlərimizin dilindən gələn bəzi suallar sizə deyəcəm. Hansı mövzulardan suallar düşüb, bunlar haqqında məlumatlı olun. Bugün qiymətləndirmə meyarları ilə bağlı suallardan istifadə olunub imtahanda və deyəsən bir neçə dənə olubdu, bir dənə yox. Meyarla bağlı sual necə olubdu? Təlim nəticəsi ilə uyğunluğunu istəyir. Yəni bilirik ki, təlim nəticəsinə uyğun olmalıdır qiymətləndirmə meyarları və müəllimin etdiyi səhvi soruşurmuş. Yəqin ki, elə səhv də təlim nəticəsinə uyğunsuzluğu ola bilər orada. Həmişə bu tiplərdən biz sizinlə işləmişik. Meyarların təlim nəticələrinə uyğunluğu. 1-2 dənə, 3 dənə sual bu tipdə olubdur. Sonra rəylərlə bağlı suallar olub imtahanda. Konstruktiv rəy necə olmalıdır? Yəni müəllimin verdiyi rəydə səhvi və ya düzü tapın formatında suallar olubdu. İdrak taksonomiyası ilə bağlı 2 dənə sual düşüb səhər seansına. Taksonomiya ilə bağlı informatika müəllimlərinə deyəsən düşübdü. Nəsə hazırlamaqla bağlı belə bir sual tipi olubdu. Təbii ki, indi sualların hamısını belə deyim, bizə normal şəkildə müdavimlərimiz deməyib. Ona görə hələ ki sual hazırlaya bilməmişəm. Amma hazırlayan kimi bugün YouTube kanalımızda paylaşacağım və digər Instagram, TikTok kimi sosial şəbəkələrimizdə paylaşacağım sualları. Mütləq səhifələrimizi izləyin. Belə. Sonra qrup işi ilə bağlı sual olub imtahanda ki, baxırsınız ki, qrup işi gedir, qrupda fəaliyyət var, amma bir şagirdin fəaliyyəti orada daha çox ön plana çıxıbdır. Bunun səbəbi nə ola bilər? Bu tipdə bir sual olub. İndi ola bilər mən nə isə yanlış deyə bilərəm. Müdavim nə deyirsə mən də onu sizə çatdırmağa çalışıram ki, məlumatınız olsun ki, ən azından hansı tipdə suallar olub. Əsasən situasiyalarda deyəsən biraz çaşqınlıq yaradacaq məsələlər olub. 1-2 sualda, yəni 20 sualdan 16-sını, 17-sini rahat yazıb müəllimlərimiz. Burada sıxıntılı, çətin tipdə suallar bir o qədər də olmayıbdır. Bəli, 2 başlı suallar təbii ki, həmişə kimi 1-2 dənə istifadə olunur. Amma 18-17 dənə sual yaza biləcəyiniz rahat suallardır, narahat olmayın. Öyrəndiklərinizi gedin sadəcə tətbiq edin. Başqa hansı mövzudan sual olub? Rəy dedim deyəsən, konstruktiv rəy ilə bağlı, meyarla bağlı, idrak taksonomiyası ilə bağlı sual olub. Müəllim-şagird münasibətlərindən təbii ki, situasiya tipli suallar həmişə olur. Sinifin idarə olunmasıdır ki, burada davranışlar, qaydalar, prosedurlar, gözləntilərlə bağlı suallar hər zaman qarşımıza çıxır. Belə. Sonra bir də empatiya ilə bağlı sual olub. Məncə bu sual Daniel Golemanın nəzəriyyəsinə əsaslanır. Orada deyəsən deyilib ki, şagirdlərdən biri başqalarına qarşı agresiya nümayiş etdirir və müəllim onu çağırır yanına, deyir ki, yoldaşların sənə qarşı belə etsə nə edərdin falan. Onda məncə empatiyanı formalaşdırmaq üçün bir cavabdan istifadə olunubdur orada. Yəni şagird davranışın idarə olunması, empatiya, müəllim-şagird münasibətləri, idrak taksonomiyası, çox güman ki, inteqrasiyada olub, amma bununla bağlı mənə heç bir məlumat verməyiblər. Yəqin ki, inteqrasiyadan da suallar düşmüş olar. Belə dəyərli müəllimlər, imtahanlarda uğurlar arzu edirəm sizə. Sualları da inşallah müəllimlərimiz hamısı çıxsın imtahandan, normal şəkildə həqiqəti əks etdirən sual tipləri olsun ki, biz də sizə təqdim edək.